Bakının Xətai rayonunda 18 yaşlı oğlan həmyaşıdına xəsarət yetirib. Hadisə ötən ilin mayın 6-sında baş verib. 2008-ci il təvəllüdlü Qorxmaz həmin gün gecə saat 4 radələrində 24 saat marketin qarşısında olarkən sərxoş halda market istiqamətindən gələn Mahirin onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla onun sifət nahiyəsindən vuraraq yerə yıxıb. Daha sonra o bir dəfə də təpiklə Mahirin baş nahiyəsindən vuraraq onun baş, beyin ağır dərəcəli əzilməsi ilə nəticələnən xəsarətlər yetirib. Qorxmazın barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Qorxmaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, mayın 6-sında gecə saat 4 radələrində qardaşı Mübariz ilə birlikdə 24 saat marketin qarşısında telefonla oynayıblar. Bu zaman iki nəfər tanımadığım şəxs bizə yaxınlaşdı. Nalayiq sözlərlə burada niyə oturduğumuzu bildirdilər. Mən həmin vaxt ayağa qalxdım. Onlardan biri olan Mahir atamın ünvanına nalayiq sözlər işlətdi. Mən də onu yumruqla vurdum. O yerə yıxıldı. Mahir yerə yıxıldıqdan sonra yenə nalayiq sözlər işlətməyə davam etdi. Təpiklə onun baş nahiyəsinə bir dəfə zərbə vurdum. Sonra Mahiri pilləkənə qoydum. Marketdən su aldım və onu ayıltmağa çalışdım. Sonra Mahir getdi deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, hadisə gecə saat 4 radələrində baş verib. Övsan qəsəbəsində yaşayıram. Əvvəllər Tellov küçəsində yaşadığıma görə ora getmişdim. Həmin zaman anam zəng etdi. Lakin ona pulumun olmadığını demədim. Anam hadisədən 20 dəqiqə əvvəl zəng etmişdi. Ona dostum gildə olduğumu söylədim. Mən idman məktəbində oxuyuram. Əvvəllər 7 il cido idman növü üzrə məşğul olmuşam. Mahir və onun yanında olan şəxsin ağızlarından iyi gəldiyinə görə onların sərxoş olduqlarını bilmişəm. Marketin qarşısında 2 pillədən ibarət pilləkən olub. Biz orada oturmuşduq. Pilləkəndə oturmağımızı həmin şəxslərə mane olmasa da birbaşa bizə təhqirlə müraciət etdilər. Mahirin yanındakı şəxslə qardaşım Mübariz mübahisə elədi. Mahir əvvəlcə məni təhqir etdi. Ona fikir verməməyə çalışdım. Sonra o atamı təhqir etdi. Mən də Mahiri vurmuşam. Mahirin üz nahiyəsindən yumruqla vurmuşam və o yerə yıxılıb. O yerdə mənə müqavimət göstərməyib. Mahir yerdə söyüş söydüyünə görə onun baş nahiyəsindən bir dəfə təpiklə vurmuşam. Mahirin ağır xəsarət alacağını ehtimal etməmişəm. Təpiklə vurduqdan sonra nalayiq sözlər işlətməyi dayandırdı deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərərçəkmiş şəxs qismində dindirilən Mahirin sözlərinə görə Qorxmazı tanımır, hadisəni xatırlamır. O bildirib ki, Mahiri cəmi bir dəfə məhkəmədə görüb. Restoranda ispirtli içki qəbul edib. Mən kimi vurmasını xatırlamıram. Hadisə evimin yaxınlığında baş verib. Döyüldüyümü, evimə necə getdiyimi də xatırlamıram. Həmin gün rakı, araq və pivə içmişdim deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq edilib, ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. Bundan başqa Bakının Nərimanov rayonunda 26 yaşlı oğlan qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib. Hadisə onların birgə yaşadığı mənzildə baş verib. 2000-ci il təvəllüdlü Talih başqa bir qadınla münasibət qurmasını və
və danışmasını həyat yoldaşı Esmira'nın etirazına səbəb olub. Məlum hadisə günü Esmira ərinin mobil telefonuna baxıb və Talihin başqa bir qadınla yazışmasını görüb. Bundan yenidən qəzəblənən Talih arvadına qarşı şiddət göstərib. Qısqanclıq zəminində yaranan mübahisə zamanı Talih arvadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Talihin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Nərimanov rayon məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb, zərərçəkən də ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət işinin icraatına xitam verilib.